Sırada deyirəm, artıq qələbəmizi qeyd etmək, Azərbaycanımızı vəsf etmək istəyən neçə ifaçılarımız var ki, onlardan da elə birincisi və biri Çinarə Məlikzadə elə gözəl Azərbaycanı vəsf etdi ki, gəl görəsən. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Torpağına canım qurban, Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ, Torpağıma canım qurban Azərbaycan deyən Çinarə Məlikzadə, xoş gəlib, səfa gətirmişsən Çinarə. Səni görmək həqiqətən də bu ifadən sonra sosial mediada necə yayıldısa insanların ürəyinə məlhəm gəldi, insanların ürəyinə sevinç gəldi. Həqiqətən də gözəl ifa edir və sənin də ki səsin, sevənlərin, əlbəttə ki bunu paylaşmaya bilməzdi. Çox sağ olun, təşəkkür edirəm. Dəvət etməyə bilməzdik. Çox sağ olun, təşəkkür edirəm. Mən də bizi izləyən hər bir kəsi salamlayıram buradan. Dəvətinizə görə təşəkkürümü bildirirəm sizə də. Qələbə xəbərini alanda Azərbaycanda idin, yoxsa Türkiyədə idin? Yox, Azərbaycandaydım. Hətta belə deyim, təbii ki hamı yatmırdılar, gözləyirdilər. Ali Baş Komandanımızın çıxışını gözləyirdik. Mən də gözləyirdim. Amma sonra yuxuya getdim. Nə yalan deyim. Birdən səhər açıldım ki, səhər gözümü açdım ki, yəni hər kəs artıq qələbə sevincini yaşayır. Yəni çox gözəl bir hiss, duyğular idi. Doğrudan da böyle. Sən də mi çıxdın bayıra? Sən də mi insanlarla bərabər? Yəni mən də çıxdım. Mən də çıxmışam. Bir də bilirsiniz nə var idi? Heç kim bir-birini tanımayan insanlar hamı bir-birinə belə gülür. Bir nəsə demək istəyir, belə hamı bir-birinə təbrikləşir. Çox belə necə deyim, sözlərlə ifadə olunmayacaq bir hissləri idi doğrudan da. Mən bütün dünya Azərbaycanlıları, hər bir kəsi qələbəmiz münasibəti ilə ürəkdən təbrik edirəm. Hətta həmin gün qələbə günü mən bir neçə sənətçimizi yığdım.
yığan zaman efirə istəyirəm, dəvət eləyim. Hər biri bir kəlmə dedi ki, xahiş edirik, bizi bu sevincdən məhrum etmə. Deyirəm, məhrum yox, əksinə deyirəm, canlı yayıma gəlin çıxdı. Yox, deyir, biz xalqın içində olmaq istəyirik. Bizi bu sevincdən məhrum etmə, mən xalqın içindən çıxmaq istəmirəm. Əslində anladım ki, bəli, mən də orada yaşamaq istəyirik. Mən də canlı yayımda studiyada, ayda bircə efir tez bitsin, mən də çıxım küçəyə və çıxım insanlarla bərabər o sevinci, o məhəbbət, o xoş hissləri yaşayaq. Azərbaycan xalqı çox güclü xalqdır. Həqiqətən də qadınlı, kişili. Yəni bizə qələbə yaraşır. Hər zaman sevinç gözyaşları inşallah axıdaq təki. Mən əsgərlərimizə təşəkkürümü bildirirəm. Bu şanlı tarixin memarları olan şəhidlərimizin ruhların qarşısına baş əyirəm. Anaların əllərindən öpürəm. Ailələrinə Allah səbir versin. Onların qanı, canı bahasına, yəni biz öz doğma torpaqlarımıza qovuşduq. 30 illik həsrətimizə onların sayəsində qovuşduq. Və əlbəttə bunu hər dəfə deyirik, deməliyik də, hələ deyəcəyik də illər keçdikdən sonra biz də bizdən sonra gələn nəsil övladlarımız da ki, torpaq uğrunda canından, qanından, cismindən, həyatından keçən neçə igid əsgərlərimiz, hərbiçilərimiz var ki, şəhid olan bax həmin o kəslərə biz ömür boyu, ömrümüzün sonuna dək borclu qalacağıq. Və ona görə də buradan hər bir şəhid anasına, şəhid bacısına, şəhid həyat yoldaşına daim olaraq biz yanındayıq. Biz anasıyıq, bacısıyıq, qohumuyıq, ən yaxın adamıyıq. Və bu bütün Azərbaycan olaraq bax belədir. Necə ki, istər pandemiya dövründə, istər müharibə dövründə bütün hadisələr və göstərdi ki, birinin ayağı biraz büdrədisə, biri biraz kədərləndisə, o gözündən yaş axdısa, onun yaşını siləndə tapılacaq. Ayağı büdrəyən zaman əlindən tutanda tapılacaq. Yıxılan zaman qucaqlayıb bağrına basan da tapılacaq. Çünki Azərbaycan xalqı bax bu birliklə bütün dünyanın mərkəzinə çevrildi. Hər kəsin zikri, fikri, söhbəti Azərbaycanda idi. Məncə də Azərbaycanın adını tanımayan elə bir ölkə qalmadı. O tərəfi də artıq Azərbaycanı tanıyır, bu tərəfi də Azərbaycanı tanıyır. İnsan həqiqətən də millətimizin birliyi ilə, həmrəyliyi ilə, həqiqətən də biz bugün birlik, həmrəylik, qarşılıq, dəstək göstərərək şanlı tarix yazmışıq. Hansı ki 100 illər, 200 illər sonra qürurla oxuyacağımız tarix yazıblar bizim o igid Azərbaycanın mərd oğulları. Yaralılarımıza da inşallah tezliklə şəfa diləyirəm Allahdan. Nə bilim, insan bir tərəfdən sevinirik, bir tərəfdən də şəhidləri görürsən, belə insan baxa bilmirsən. Şərlə xeyir bacı qardaş olduğu kimi nə edək ki, göz yaşı axıtmasaq, qan axıtmasaq, torpağı da geri qaytara bilməzdik. Çünki torpaqla qan qarışanda vətən olur. Her aşığım diyen aşık olamaz. Her sevgiden bahseden sadık kalamaz. İnan ki hiç kimse kalbime dokunamaz. Sıradan kalplerde aşk derdi bulunmaz. Ağırdır sevmelerim, her yürek taşıyamaz. Büyüktür umutlarım, her omuz kaldıramaz. Her şey olur da şu gönlüm kimseye aşık olamaz. Aşık olamıyorum sana, olamıyorum. Artık ben hiç kimseye güvenemiyorum. Derin duygularım var ama sevemiyorum. Ne yazık ki bitirdiler aşka, susamıyorum. Sevemiyorum seni, sevemiyorum. Artık ben hiç kimseye
aşk için yaratılmışım. Ne kavuşmayı bilirim ne de unutmayı. Aklımı denize sokup düşlerimi yakmışım. Bana yeni bir kafa lazım, eskisi çok düşünüyor. Ağırdır sevmelerim, her yürek taşıyamaz. Büyüktür umutlarım, her omuz kaldıramaz. Her şey olur da şu gönlüm kimseye aşık olamaz. Aşık olamıyorum sana, ağlamıyorum artık ben hiç kimseye güvenemiyorum. Derin duygularım var ama sevemiyorum. Ne yazık ki bitirdiler aşka, susamıyorum. Sevemiyorum seni, sevemiyorum. Ben artık hiç kimseye güvenemiyorum. Derin duygularım var, sevemiyorum. Ne yazık ki bitirdiler, susamıyorum. Ne yazık ki sevemiyorum. Ay bu cür ifadan sonra Çinarə Məlikzadə gel yanımıza əzizim, gel səni də burada qəşəng dadlı yeməklərlə yedizdirək, içizdirək. Buyur. Bizə bu günləri nə hazırlayıb Təranə xanım? Gəlin görək bir bura. Biz bir dənə bu dadlı, ləzzətli təamlarımızın təqdimatını eləyək. Bu bizim demək mən sevdiyim, uşaqlıqda bilmirəm. Sən pomidor yumurtaya nə deyirdin uşaqlıqda? Mən çörək batıran deyirdim. Mən elə pomidor yumurta. Pomidor yumurta adı ilə deyirdi, yəni nə yalan deyək. Çörəyi batıran dedim, indi mən hətta səhərdən deyirəm ki, pomidor yumurta çığırtması Təranə xanım deyir, ya pomidor yumurtadır, ya da çığırtmadır. Yəni ikisindən birini deməlidir, ikisi bir arada olmaz. Mən uşaq vaxtı yumurta xoşlamırdım deyə elə pomidor deyirdim belə. Elə pomidor, yumurta... Deyirdim ki, yumurta eləmin elə pomidoru tək eləyim. Tək elə yiyeyim, indi seçəcəksən pomidor. Mən biraz ağız dadım fərqlidir, ona görə... O zaman bunu bəyənməsən, bunu əminəm ki, bəyənəcəksən. Yo, bax, belə baxaram. Təranə xanım, bu nədir? Bax, bunu deyin bizə. Beşamel soslu makaronumuzdur, qiymətli olub. Qiyməli makaron, üzərinə də pendir, düzdürmü? Və göy-göyərtə dadlı, ləzzətli qoymuşuq. Bizə Börək yoxdur, türklərin börəyini. bizə ərmağan eləyəsiniz. Mən nimçə verim sizə. Buyur, Çinara gəl, əyləş yanımızda və Təranə xanım gəlibsə, dadlı, ləzzətli şirniyyatları da bişirir. Bunların adı nə oldu? Şəkər çörək. Dadlı şəkər çörəklərimiz də var. Ləzzətli şəkər çörəklərimiz də var. Bu dadlı, ləzzətli şəkər çörəkləri də çay içi dadacağıq. Sizə çay da sıkıyoruz, sizə yedizdirik, çizdirik sizi ki, siz də gözəl ifalarınızla bizi feyziyab eləyəsiniz. Dostlar, siz isə efirdən sonra inşallah dadacaqsınız. Mən biləm, mənim operatorum səhərdən mənə baxır. Ay Allah, bu nə dadlı yeyirlər bunlar, nə yalan deyək. Ləzzətli yeməyi çox sevirik. Ümumiyyətlə, biz Azərbaycan xalqı yeməyi sevən xalqı özü çox sevirik. Turşulu, şirniyyatlı yeməkləri dadmağa. Çınar, sən ümumiyyətlə hal-hazırda daha çox biləm ki, Türkiyədə fəaliyyət göstərsən, düzdürmü? Yoxsa bu pandemiya ilə əlaqədar artıq getmirsən? Yox, belə deyim də, Türkiyədə yaşayırdım, İstanbulda yaşayıram. Amma ki, pandemiya ilə əlaqədar gəldim. Artıq getmirsən. Amma korona müddəti orada qaldım, yəni gələ bilmirdim, çətinliklə gəldim, yəni zor belə buldum, yəni bileti. Axır ki, gəlib çıxa bildim. İndi də qorxuram getməyə. Getməyə qorxursan. İndi elə vəziyyətdir ki, harasa çıxmağa insan qorxur ki, yenə gelib ilişib qalar orada. Yəni nə yalan deyil, mən ümumiyyətlə düşünmürəm ki, mən bu il harasa istirahətə gedə bilim. Çünki gedim yəni. Əslində düşünürəm ki, getməyi adam istəyir. Amma deyirsən ki, niyə ölkəmizdə artıq azad etmiş torpaqlarımız var. İllərdir gözlədiyimiz, həsrətini çəkdiyimiz Qarabağımız var. Eyni zamanda bizim Füzulimiz var, Şuşamız var. Yəni nəyə görə getməyik biz oralara ya?
İnşallah bu il üzümüzə gələn növbəti ilin yayını, yay əlbəttə ki açıldıqdan sonra ilk olaraq hara getmək istəyərsən? Dadını çıxardı. Hara getmək istəyərsən? İlk olaraq hara getmək istəyirəm? Şuşaya. Şuşaya. Şuşa həqiqətən də çox möhtəşəm. Hətta mən Şuşanı bu günə kimi heç Görməmişəm, mən də görməmişəm. Hətta anamdan Ona görə. soruşdum ki, uşaqlıqda heç olmasa olmuşammı mən orada? Ola bilər bəlkə olmuşam, xəbərim yoxdur. Dedi, yox qızım, qismət olmayıbsa, biz olmuşuq, sən olmamısan. Kəlbəcərdə hətta mənə danışanda, hətta anamda qədim köhnə şəkillərdə qalıb Kəlbəcərdə, o isti suların içərisində. Deyirəm, biz deyim, müalicəvidir, tez-tez gedirdik ora, yayı, qışı fərq eləməz. Deyirəm ki, inşallah bizə qismət olardı, qismət də oldu. Aynen. Bu il yayı İnşallah hamımız. artıq dadını çıxardarıq, doya-doya gedərik. Şuşamızı düzdür, bəzi anlarda tək Şuşamızdan deyil, söhbət bizim bütün işğaldan azad olmuş torpaqlarımızdan gedir. İşğaldan o azad olmuş torpaqlarımızı izləyən zaman gördüm ki, düşmənlərimiz qapılarını, pəncərələrini, hər şeyini aparıb. Mən də buradan demək istəyirəm ki, dostlar, qoy aparsınlar. Heç bizə düşmənin qapısı lazım deyil. Bizə elə uyğun qapılarımız olsun, kifayətdir. Uyğun qapılar hal-hazırda evimizin təhlükəsizliyini giriş qapısından başlayaraq bütünlüklə ev qapılarına qədər istər dəmir, istər taxta fərq eləməz. Hər bir qapılar uyğun qapı da var. Rusiyanın, Ukraynanın, Türkiyənin, İsrailin, Belarusiyanın qapılarını elə bax biz sizə mağazada təklif edirik. Təklifə də əsasən qeyd edirik, keyfiyyətinə əmin olduğumuz giriş qapılarımız Rusiyanın Arma zavodunun istehsalıdır. Arma zavodunun Azərbaycanda rəsmi nümayəndələri elə məhz uyğun qapılar şirkətidir. Və dostlar, sizə bir söz deyəcəm ki, otaq qapılarımızın isə rəsmi nümayəndəsi olduğumuz Belarusiyanın Xalez zavodunun istehsalıdır və biz hər bir qapımızı keyfiyyətlə, zəmanətlə sizə veririk. Zəmanətimiz isə 3 il müddətli olduğunuza görə qapılarınızı bizdən alırsınız, Şuşamıza, Qarabağımıza köçüb uyğun qapılarımızı qoyuruq. Ermənilər isə özlərinin qoyduğu qapıları yığıb aparsınlar. Hər kəs öz səviyyəsini göstərir də. Biz isə sənlə dadlı-dadlı yeməyi dadmamışdan öncə düşünürəm ki, izləyicilərimizlə sağollaşmamışdan da sən də öz ürək sözlərini, qələbə sevincini xalqınla paylaşasan. Mən bir daha bütün Azərbaycanlıları qələbəmiz münasibəti ilə təbrik edirəm. Gözümüz aydın olsun. Göz aydınlığını bəlkə ifanla da verəsən, necə deyirsən. O zaman gəlin Çinarədən gözəl bir ifa dinləyək. Sabah isə unutmursunuz, şənbə və bazar günləri 8:30-da Günaydın Azərbaycanı izləyirsiniz.